Bəzən düşünürük ki, dünya böyükdür, biz kiçik. Ona görə yaxşı dəyişiklik etmək mümkün deyil. Amma unutmayaq ki, dünyanı dəyişdirmək böyük addımlarla yox, doğru insan olmaqla başlayır. Doğru insan sözündə duran, yalan danışmayan, başqalarının haqqına hörmət edən, vəfa edən insandır. Əgər hər birimiz doğru olmağa çalışsaq, ətrafımızda da yaxşılıq artar. Hər kiçik dürüstlük, hər xoş niyyət, hər doğru addım dünyada bir işıq yandırır. Və o işıq yayıldıqca daha çox insanı yaxşılığa dəvət edir. Peyğəmbərimiz buyurub, sizdən ən yaxşısı insanlara faydalı olanlardır. Yəni, yaxşı insan olmaq yalnız özümüz üçün deyil, başqaları üçün də dünyanı yaxşılaşdırmaqdır. Unutma, dünyanı dəyişmək istəsən, əvvəlcə öz qəlbini dəyişdir. Oradan başlayaraq böyük bir dönüş mümkün olacaq.